Bizim gözəl göyçək bir yoga təlimçimiz var. Beynəlxalq yoga təlimçisi Günel xanım Qaraxanovaya söz vermək. Bəli. Və Sabahınız xeyir olsun bu arada Günel xanım. İstədim bir keçid edim bugün sizin edəcəyiniz təlimlərə. Yəni adı təzadlıdır. Yəni adını eşidəndə fikirləşsən ki, necə ola bilər ki, çətin olsun, amma asan olsun. Bəli, çətin asanalardan danışacağıq. Yeri gəlmişkən, sənin soyadın necə idi? Asanov. Eyni ilə sənlə çox eynilik təşkil eləyir. Bəxtimdən də çətin asanalar düşüb mənə. Heç eləməyən bir adam üçün mən üçün ümumiyyətlə çətin olacaq. Sən diqqətlə qulaq as, biz də qulaq asaq. Necəsiniz bugün? Çox sağ olun, yaxşıyam. Siz necəsiniz? Təşəkkür edirik, biz də yaxşı. Necə olur bu çətin asanalar? Çətin asanalar nəinki fiziki bizə xeyri var, həmçinin mental durumumuzu çox yaxşı edir. Ələxüsusda sübh tezdən bu asanaları etsəz, serotonin ifrazı artır, hansı ki, xoşbəxtlik hissi artır. Həmçinin də təbii ki, fiziki olaraq bütün bədənimiz güclənir, biz özümüzü gümrah və enerji dolu hiss edirik. İstərdim 3 bu asanaları göstərim. Təbii ki, ilk dönəmlərdə edən zaman biraz çətin gələ bilərsə, amma getdikcə bədənin çəkinizin ağırlığına qollarınız öyrəşir, alışır və bu asanaları rahatlıqla yerinə yetirə biləcəksiniz. Öncə sağ ayağımızı yığaraq çanaq əsnəkliyini artıraq, əzələlərin elastikliyini artıraq, nəfəs almağı da unutmuruq. Ayağımızı özümüzə tərəf çəkirik. Daha sonra sağ əlimizi qoyuruq sağ ayağın altına. Burada qolumuzu dərin qoymaq önəmlidir ki, dirsəyimiz çıxsın bayıra ki, özümüzü rahat qaldıra bilək. Sonra öndəki ayağımızı içəri doğru yığırıq, çanağı yuxarı qaldırırıq. Əgər çətindirsə bir neçə dəfə bu hərəkəti qalxaraq düşün. Bir neçə dərsdən sonra görsəz artıq havada rahat dayana bilirsiniz, ayağınızı qaldırıb havada saxlayın. Gördünüz 10-15 saniyə bu asanda dayana bilirsinizsə, çanağı arxaya apararaq özünüzü qabağa aparın. Yavaş-yavaş geri qaydın. Həmçində o birisi ayağı etməyi unutmayın. Özünüzə doğru çəkin. Çanaq əzəllərimiz çox yaxşı açılır, həmçinin diz qapaqlarında. Əzəllər elastikliyi artır bu asanada. Biləklər çox yaxşı güclənir. Bir neçə dəfə özünüzü qaldırın. Gördünüz bu asanada bu cür dayana bilirsinizsə, ayağı da yerdən alın. 10-15 saniyə qalaraq geri qaydın. İkinci asanamızı göstərmək istəyirəm. Mayura asanadır. Bu asanada da biləklər çox yaxşı güclənir. Həmçinin çiyin əzəllərimiz güclənir. Qarın əzəllərimizin də gücü burada çox önəmlidir. Yerinə yetirmək üçün əl barmaqları özümüzə tərəf qoyuruq. Öncə dirsəkləri biraz yığırıq və qaydırıq. Özümüzə tərəf yığırıq, qaydırıq. Gördünüz, rahatlıqla bədəni qollara qoya bilirsinizsə, biraz da dərin qoymağa çalışın, çanağa daha yaxın. Çanağa daha yaxın qoyduqdan sonra dizləri havaya qaldırın və özünüzü qabağa doğru qaldırın. Bu asanalar təbii ki, vurğulayım ki, ilk dönəmlərdə biraz çətin gələ bilər. Daha sonra bədən çəkinizə alışır, rahatlıqla yerinə yetirə bilirsiniz. Üçüncü asanamız baka asanadır. Bu asana çox maraqlıdır. Biləklər, çinlər çox yaxşı güclənir burada. Əl barmaqları aralı qoyuruq. Burada biraz da balans çox rol oynayır. Yəni biz öz çəkimizi önə doğru aparmalıyıq. Sanki tərəzi kimi. Ağırlığı qabağa aparan zaman ayaqlar avtomatik havaya qalxacaq. Dizləri qoyuruq qolların üstünə və önə doğru gedirik. Bütün çəkini veririk əl barmaq uclarına. Və dərin nəfəs alırıq. Bu qədər. Evdə bu asanları praktika edə bilərsiniz. Görəcəksiniz ki, hər dəfə etdikdən sonra daha asanlaşır bunları etmək və daxili gücünüz ortaya çıxır. Belə deyək, stresə daha dözümlü oluruq. Sanki zirehlənirik. Gün boyu stres olarsa bizə təsir etmir. Təşəkkür edirik. Möhtəşəm. Yəni, möhtəşəm. Mən izləyərkən 3 yerdən onurğam sındı, məsəl üçün mənim. İzləyə hətta. Amma bu çətin hərəkətləri necə asan elədiniz? Həm də təbii ki, siz peşəkarsınız, buna söz ola bilməz. Amma gəl etiraf eləyək ki, Firuz, həftənin əvvəlində asan-asan gəldi, həftənin axırına çətinləşdirdi. Çətin asanalar oldu. Hə, çətinləşdirdi. Siz yenə də evdə hörmətli tamaşaçılar qədərində, dadında, duzunda, əgər peşəkar deyilsinizsə. Doğrudan da sizə təşəkkür edirik. Bir daha təşəkkür edirik, var olasınız, çox sağ olun.